Salam. Bu videoda Dövlət İmtahan Mərkəzinin 2025-ci il üçün nəzərdə tutulmuş coğrafiyadan test topusunun həll edəcəyi bəzi suallarını mövzumuz elə birinci mövzu olan coğrafi informasiya vasitələridir və bu gün biz coğrafiya elmi inkişafı, səyyahlar və tədqiqatçılar müəllim planı bir alt bölmə olaraq düşünüb bunu biz həll edəcəyik bu mövzuları, sualları. Onu da qeyd edək ki, əgər siz hazırlığa qeydiyyatdan keçmək istəyirsinizsə, şərh bölməsində qeyd olunan nömrə ilə əlaqə saxlayın. Hər birinizə uğurlar arzu edirəm. Başlayaq. Birinci suala baxaq. A məntəqəsinin B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğu sxemi tapın. Nəzərə alın ki, kəsmə yüksəkliyi 5 metrdir. Deməli, nə deməkdir? A məntəqəsi B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğu ifadəsini başa düşməyə çalışaq. Deməli, A məntəqəsi B-dən 1,5 dəfə alçaqdırsa, deməli, A məntəqəsi B-dən daha aşağıda yerləşir. A təsviri və B təsvirinin arasındakı biz fərqə baxaq. Biz görürük ki, düzdür, kəsmə yüksəkliyi eynidir, 5 metrdir hər bir təsvirdə və bundan əlavə, lakin horizontalların sayına görə fərqlənir. Məsələn, bu təsvirdə B variantında 1, 2, 3 horizontal təsvir olunsa da, A variantında 1, 2, 3, 4 horizontal təsvir olunur. Bundan başqa A ilə B variantları arasında nə kimi bir fərq var? A-da biz görürük ki, bu Berg ştrix, səth suların axım istiqamətini göstərən Berg ştrix içə doğru çəkilir. B variantında isə çölə doğru çəkilir. Bu nə deməkdir? Bu o deməkdir ki, A variantında nəzərdə tutulan təsvir, göstərilən təsvir çökəklidir, yəni dərədir. B variantında isə bu bir təpə, yəni yüksəklik təsvirdir. A variantındakı çökəklik təsvirdirsə, deməli A nöqtəsi B-dən daha yüksəkdə yerləşir. Və B-də isə tam əksi olaraq B nöqtəsi A-dan yüksəkdə yerləşir. Çünki B hardasa ən daxildəki horizontalın üzərində yerləşir. Buna görə biz əvvəlcədən A variantını cavabdan atmalıyıq. Niyə? Çünki A məntəqəsi B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğundan A məntəqəsi B-dən aşağıda yerləşməlidir. Bu da bizdə təpə olduğunu söylüyor. Lakin A variantı çökəklik olduğundan bu variant doğru deyil. B variantı hələlik qalsın, C variantı da təpədir, buna görə hələlik qalsın. D variantı da təpədir, hələlik qalsın. E variantı isə yenə çökəklik A variantında olduğu kimi. Əgər içə doğru çəkilibsə, deməli bu çökəklikdir. Buna görə E variantı atdıq. İndi isə məsələnin qalan hissəsini həll edək. B, C, D. Bizə məsələdə vermişdi ki, kəsmə yüksəkliyi 5 metrdir. Bu necə başa düşürük? Kəsmə yüksəkliyi. Mən indi sizə çox rahat yolunu həll edeyim, izah edeyim. A məntəqəsi B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğu nə deməkdir? Görürük ki, B-də də, C-də də, D-də də hər birində A 30 metr hündürlüklü horizontalın üzərində yerləşir. Yəni A 30 metr hündürlüyə malikdir. B-də, C-də və D-də. Deməli, A-dan, yəni 30-dan 1,5 dəfə çox olan horizontalın üzərində B nöqtəsi yerləşir. Yəni 30-dan 1,5 dəfə çox hündürlüyə yerləşir. Bu neçə verir bizə? 30-u biz əgər 1,5-ə vursaq, bizə verir 45. Deməli, B nöqtəsi 45 metrli horizontalın üzərində yerləşməlidir. Və gəlin indi hər bir varianta baxaq. Necə eləyə bilərik bunu rahat şəkildə? Hələ ki, bu asan sualdır deyə mən sizə elə ən asan yolunu izah edəcəm. 30-un üzərinə 1 gəlin. 35 eləyir. Göstərdiyim bu işarələnən horizontal 35-dir. Bu horizontal 35-dir. Bu onda neçə olur? 40 olur. 5 artır. Niyə? Çünki kəsmə yüksəkliyi 5 metrdir. Və kəsmə yüksəkliyi horizontal arasındakı məsafəni bildirir. C variantına baxaq. 30, 35, 35, 40, 40, 45. Bəli, gördüyümüz kimi B nöqtəsi 45 metrli horizontal üzərində yerləşir. Deməli, bizim cavabımız C variantı olacaq. D variantına baxaq. 30, 35, 40, 45, 50. Burada isə D variantında isə B nöqtəsi 50 metr hündürlüyə malikdir. Buna görə də D variantı da getdi, B variantı da getdi. Bizim cavabımız elədir C variantı belə. İndi gəlin aşağıdakı suala baxaq. İkinci sual. Miqyassız şərti işarələrlə təsvir olunan coğrafi obyektlər. Miqyassız şərti işarələr nə deməkdir? Ümumiyyətlə 3 cür şərti işarələrin biz olduğunu bilirik.
sahəvi, xətti və miqyassız. İndi mən sizə əvvəlki videolarda düzdür, bunu mən necə yadda saxlayacağınız barədə məlumat vermişəm. Lakin bu videoda da indi izah edək. Xətti adından məlum olduğu kimi bir xəttdən ibarətdir. Məsələn, çay xəttiyə misal göstərilə bilər. Uzun bir xətti, bunun hər hansı bir sahəsi yoxdur və ya hər hansı bir məkanı bildirmir. Sahəvi nədir bəs? Bataqlıq məsələn. Bataqlığın konkret bir sahəsi var. Məsələn, bağ. Bağın konkret bir sahəsi var. Buna görə də o sahəvi hesab olunur. A variantına baxaq. Bizdən miqyasızı istəyir. A variantında deyir bağ, məktəb, meşə, çəmən. Tamam, məktəb miqyassız ola bilər, lakin bağ, meşə, çəmən bunlar heç biri miqyassız deyil. Buna görə A variantını atdıq. B variantı su quyusu, elektrik stansiyası, bağ, çəmən. Bəli, B variantı da getdi. Çünki bağ miqyassız hesab olunmur. Çəmən, bataqlıq, meşə, bağ. Yenə bağ var, yenə getdi. C variantı da getdi. D. Fabrik, dəyirman, su quyusu, bulaq. Bəli, həqiqətən də bunlar hər biri konkret bir məkanı bildirir. Sahəsindən asılı olmayaraq bu ərazilər konkret bir funksiyanı yerinə yetirir. O cümlədən fabrik, dəyirman, su quyusu və bulaq. Bulaq məsələn içməli su ilə təmin edir əhalini, su quyusu da həmçinin, dəyirman məsələn enerji alınmasına və ya un üdülməsində istifadə olunur. Fabrik nədir? Fabrik məhsulların istehsal olduğu yeri bildirir. Ona görə də biz D variantını götürürük. E variantına baxaq. Burada da bataqlıq var, çəmən var. Ona görə də D var. E variantı getdi. Burada bizim doğru cavabımız D variantı elədir. Ümid edirəm başa düşdünüz. Üçüncü suala baxaq. Qütb ətrafı ərazilərin məşhur tədqiqatçıları. Burada indi biz tez variant atmaqla həll edə bilərik. David Livingstone Afrikanı araşdırıb getdi. Roald Amundsen, Robert Scott, Lazarev, bəli. Roald Amundsen, Hacı Əmdə Şirvani, Cook. Xeyr, Hacı Əmdə Şirvani Azərbaycanlı olsa da qütb ətrafı əraziləri tədqiq etməyib. Bu da getdi. Robert Piri, Roald Amundsen, Alexander Humboldt, bəli. Alexander Humboldt da Cənubi Amerika qitəsini daha çox araşdırıb, qütb ətrafı ərazilərlə işi olmayıb. Roald Amundsen, Abel Tasman, Tur Heyerdahl. Tur Heyerdahl da bilirsiniz ki, Qobustan qayaları üzərindəki təsvirlər haqqında danışmışdı. Növbəti əlaqəsi olduğunu söyləmişdi. Abel Tasman da Avstraliya qitəsini, Avstraliya materikini araşdırıb. Buna görə onun birbaşa əlaqəsi yoxdur qütb ətrafı ərazilərlə. Lakin bizim cavabımız B variantı olacaq. Roald Amundsen, Robert Scott və Mikhail Lazarev. Dördüncü suala baxaq. Böyük coğrafi kəşflər dövrünün səyyahları Magellan, James Cook, Robert Scott, Dejenyov. Burada Dejenyov var, getdi. Bu qədər erkən bir dövrə aid deyil. Böyük coğrafi kəşflər dövrü 15-17-ci əsrləri əhatə edir. Alexander Humboldt, Tur Heyerdahl, Fernando Magellan və James Cook. Bu da doğru deyil. Christopher Columb, Nəsrəddin Tusi, Vasco da Gama, David Livingstone. Nəsrəddin Tusi də bura aid olmayacaq. Christopher Columb, Fernando Magellan, Roald Amundsen, Alexander Humboldt. Bəli, Christopher Columb və Fernando Magellan aid olsa da böyük coğrafi kəşflər dövrünə. Əslində Roald Amundsen və Alexander Humboldt aid deyil. E variantına baxaq. Christopher Columb, Fernando Magellan, Vasco da Gama, Amerika Vespucci. Bəli, bizim doğru cavabımız E variantıdır. Hər halda siz bunların hər birinin hansı tədqiqatlarla məşğul olduğunu bilirsiniz. Christopher Columb Amerika qitəsini kəşf edib, Fernando Magellan 2 dünya səyahətini edib, Vasco da Gama Hindistana ucuz dəniz yolunu tapıb, Amerika Vespucci isə adına Amerika qitəsi adlandırılıb. Ümid edirəm başa düşdünüz. Cavabımız E variantı. A və B nöqtələri arasındakı hündürlük fərqini müəyyən edin. 5-ci suala baxaq. A və B nöqtələri arasındakı hündürlük fərqini müəyyən etmək üçün biz ilk öncə kəsmə yüksəkliyi tapmalıyıq. Biz bayaq kəsmə yüksəkliyinin birinci sualda tərifini necə verdik? Horizontallar arasındakı məsafə kimi başa düşə bilərsiniz kəsmə yüksəkliyi. Və bu tip təsvirlərdə kəsmə yüksəkliyi bərabər olur. Horizontalların arası. Deməli, əgər bərabər olmasa bu zaman kəsmə yüksəkliyi olmazdı çünki. B nöqtəsinin biz hündürlüyünü təyin edə bilərik. Necə? 15-dən biz ilk öncə çıxmalıyıq 5-i. Gəlin, həll edək. 15-dən 5 çıxaq. Neçə verir? Təbii ki, 10 verir. Deməli, o həmin iki horizontal arasındakı məsafə 10 metrdir. Bu horizontallar arasındakı məsafə 10 metrdir. Bu horizontallar kəsmə yüksəkliyinə bərabər olduğunu bilirik. 2 dənədir. Deməli, 10 bölünsün 2. Kəsmə yüksəkliyimiz bizə neçə verəcək? 5 verəcək. Bizim kəsmə yüksəkliyimiz 5-dir. İndi başa düşə bilərik. Necə? Görürük ki, təsvir təpədir, çünki çölə doğru çəkilib ştrixlər. Deməli, arta gedəcək. 5, 10, 15. 5-in üstünə 5 gəlirik. B nöqtəsi bizə verdi
5 plus 5 bərabərdir 10 metr. A nöqtəsini necə tapa bilərik? A nöqtəsində 15-in üstünə bir 5 də gəlsə, çünki aralarında sadəcə bir kəsmə yüksəkliyi var, A nöqtəsi də bizə verdi 20 metr. Bəli, bizdən nə soruşurdu? Bizdən A və B nöqtələri arasındakı hündürlük fərqini soruşurdu. Buna görə də biz bu iki ədədi çıxsaq, yəni 20 A-dır, B 10-dur. Bu ikisini çıxsaq bizə 10 verir. Deməli bizim cavabımız C variantı 10 metr eləyəcək. Ümid edirəm başa düşdünüz, çünki asan sual idi. Kəsmə yüksəkliyi 5 metr olan sxemdəki A və B nöqtələrinin mütləq yüksəkliklərini müəyyən edin. Bu da elə çətin sual deyil, çox rahat sualdır. Kəsmə yüksəkliyi biz bilirik 5-dir və şəkildə təpə təsvir olunub. Niyə? Çünki horizontallar çölə doğru çəkilib. Sxemdəki A və B nöqtələrinin mütləq yüksəkliklərini müəyyən etməliyik. Gəlin hər birini tapaq, mütləq yüksəkliklərin neçəyə bərabər olduğunu. Biz demişdik təsvir təpədir, yəni horizontallar içə doğru getdikcə daha da çoxalırlar. Deməli B bu horizontaldır. 25 horizontalı B və A horizontalların arasında yerləşir. Deməli 25-dən 5 kiçik və 5 böyüyü götürməliyik. Bu da bizə neçə verir? 25-dən 5 kiçik. Yəni B bizə 20 metr verir. 25-dən 5 böyük bizə 30, yəni A verir. Deməli cavabımız nə oldu? Cavabımız B variantı oldu. Rahat sual idi, ümid edirəm başa düşdünüz. 7-ci suala baxaq. İlk öncə buranı təmizləyək ki, rahat olsun bizim üçün işləmək. Əvvəlki sual izah etmişdim. Bəli. A və B nöqtələri arasındakı hündürlük fərqini müəyyən edin. A, B. A 10 metr verib. Niyə? Çünki 10 metrli horizontalın üzərində yerləşir. B neçədir? Tapa bilərik. Bu az öncə həll etdiyimiz 5-ci sualın həllinə oxşuyur. Buna görə bunu yazmayacağam. Şifahi şəkildə izah edib keçəcəm sizin üçün. Lakin biz burada 7-ci və 5-ci sual arasında bir fərq var ki, burada B ştrixlər verilmişdi. Biz B ştrixə baxan kimi bilirdik ki, təsvir təpədir. Çünki çölə doğru çəkilib. Lakin bu təsvirdə yoxdur. Biz bəs necə bilərik təpədir yoxsa çökəklikdir? 30 və 10 müqayisə edək. 30 ondan təbii ki, daha böyükdür. Buna görə də təsvir deməli içə doğru, horizontal içə doğru getdikcə deməli arta-arta gedirlər. Deməli bu təsvir təpədir. İndi biz özümüz də B ştrixləri çölə doğru təsvir etməklə çəkə bilərik. Deməli bu təsvir təpədir. Başa düşdüyümüz kimi. Kəsmə yüksəkliyi neçə olacaq? Bunu necə hesablaya bilərik? 30 və 10 arasında bir horizontal yerləşir. 30-dan 10 çıxıb, əgər aralarındakı horizontalların sayının bir vahid çoxuna bölsək, yəni 30-dan 10 çıxsa bizə 20 verir və aralarında sadəcə bir horizontal var. Bir üzərinə 1 gəlsək, bizə 2 horizontal verir. Deməli, kəsmə yüksəkliyimiz 10 metrə bərabər olacaq. Və biz nə demişdik? Demişdik ki, təsvirdə təpə təsvir olunub. 10 plus 10 elədi 20. Deməli, bu aralıq 20-dir. 30, üstünə 1 də gəlsək 40. Deməli, ən içəridəki horizontal neçə metrdir? 40 metrdir. 40-dan da biz onu çıxmalıyıq. Niyə? Çünki A və B nöqtələri arasındakı hündürlük fərqini istəyir. 40-dan da 10 çıxsaq, təbii ki, cavabımız E variantı 30 metr edir. Bu da rahat sualdır. Ümid edirəm başa düşdünüz. Cənub qütbünü ilk fəth etmiş səyyahlar. Aha, bu da nəzəri sualdır. Bayaq qeyd etdiyimiz kimi David Livingstone Henry Stanley ilə birlikdə Afrika qitəsini araşdırıb. Bunun Cənub qütbünə aidiyyatı yoxdur. Roald Amundsen, John Cabot, bəli, Alexander Humboldt, Robert Scott, Alexander Humboldt bayaq qeyd etdiyimiz kimi Cənub Amerika qitəsini araşdırıb. Buna görə əlaqəsi yoxdur. Felix Bellingshausen, Mikhail Lazarev bu iki şəxs Cənub qütbünü yox, Şimal qütbünü fəth etmişdi. D variantı buna görə getdi. E variantı isə Roald Amundsen, Robert Scott. Cavabımız E variantı olacaq. John Cabot da B variantında olmur. Buna görə bizim cavabımız E variantı olacaq. 9. Kəsmə yüksəkliyi 5 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin. Kəsmə yüksəkliyi 5 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin.
Gəlin hesablayaq. Əslində bu təsvir yarıdan kəsilib, əgər belə demək mümkünsə. Ona görə də mən sizin bunu daha yaxşı başa düşməyiniz üçün bu təsviri nisbətən tamamlamağa çalışacağam. Bunu gəlin xətlərlə birləşdirək. Bu formada, bu formada birləşirlər. Bunlar bir bütöv horizontalın kəsilmiş parçalardır, belə deyim. Bu tip bir sual görsəz, siz də çalışın birləşdirin, yoxsa əks təqdirdə bəlkə də çaşma ehtimalınız var. İndi biz bunları birləşdirəndən sonra əvvəlki suallardakı normal horizontallar formasına qayıdacaq. Gözümüzün alışdığı həmin o horizontallar formasına qayıdacaq. Bəli, biraz səliqəsiz ola bilər, amma yəni hesab edin ki, biz artıq bunu birləşdirmişik. Bəli. Kəsmə yüksəli 5 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin. 35 və A nöqtəsinə baxırıq. Horizont bek ştrixlər içə doğru çəkilir. Bu nə deməkdir? Deməli, bu təsvir çökəkli idi. Təpə deyil. 35 çökəklidirsə, 5 azala-azala gəlirik. Niyə? Çünki kəsmə yüksəli 5 metrdir. Yəni, bura 35-dir, bura 30-dur, bura 25-dir, bura 20-dir, bura 15-dir. A neçə olacaq? A deməli 10 olacaq. Deməli bizim cavabımız A variantı. 10 metr. Bunu da təmizləyək, bizə rahat olsun. Az öncə bu məsələni sizə izah etmişdim. Oxşar bir sualdır. Yenə bunu birləşdirəcəksiniz. Ona görə yazmayacağam, sadəcə izah edib keçəcəm. Kəsmə yüksəliyi 25 metr olarsa, A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin. Lakin bu səfər görürük ki, B ştrixlər çölə doğru çəkilir. Bu nə deməkdir? Bu deməkdir ki, təsvirdə təpə təsvir olunub. Yəni biz 125-in üzərinə 25 gələ-gələ artıracağıq. Bayaq qeyd etdiyim kimi, bu öncəki sualdakı kimi bunu siz rahat şəkildə birləşdirə bilərsiniz. 125 üstünə 25 gəl, 150, üstünə 25 gəl, 175, üstünə 25 gəl, 200, deməli 225. A nöqtəsinin mütləq hündürlüyü. A variantı verdi bizə cavab. Növbəti suala baxaq. Artıq bizdə azimut sualı gəldi. Baxaq. Turistlər şimal istiqamətində 4 kilometr getdikdən sonra biz öz oxlarımızı çəkək. 4 kilometr getdikdən sonra şimal istiqamətində 4 kilometr gediblər, sonra 270 dərəcə azimutla da 4 kilometr gediblər. Bəs bu nə deməkdir? 270 dərəcə azimutla, yəni qərbə doğru gediblər. Onlar əvvəlki məntəqəyə, yəni başladığı bu nöqtəyə ən qısa yolla hansı istiqamətdə və azimutla qayıtmalıdırlar? Cənub-şərq istiqamətində getməlidirlər. Çünki onlar artıq həmin nöqtənin cənub-qərbinə gedib çatıblar. Buradan çatdığımız nöqtədən bu nöqtəyə çatmaq üçün hansı istiqamətə getməliyik? Təbii ki, cənub-şərq istiqamətində. Bəs cənub-şərqin düzdür, bizim cavabımız artıq hazırdır, lakin 135 dərəcə necə alınır? Onu sizə izah edeyim. Əgər şimala baxan hissə 0 hesab eləsək, əgər şimala baxan hissəni 0 hesab eləsək və ya 360 dərəcə hesab eləsək, üstünə 90 gəlsək, bura bizə 90 dərəcə verir. Şərq tərəf. Bilirik ki, burada bir dairə alınır. Dairə 360 dərəcədir. Çevrə dairə 360 dərəcədir. Buna görə də toplaya-toplaya gəlirik. Yarıs 4də 1 hissəsi belə deyək. Cənub deməli 180 dərəcə olacaq. 180 olacaq. Qərb 1.90 daha üstünə gəlirik. Nə qədər verdi? 270 olacaq. Düzdür, biraz səliqəsizdir bu yazılar. Bunlar kompüterdə yazılır deyə. Amma ümid edirəm ki, siz əsas məğzi tuta bilirsiniz. Amma yenə də əgər hansı bir çatışmazlıq olsa, bunu mənə mütləq bildirin şərh bilməsinə, mən sizə kömək edəcəm. Və şimalda qeyd etdiyimiz kimi 0 dərəcə və 360 dərəcədir. 360 dərəcədir. Bəs cənub-şərqi biz necə tapdıq, hesabladıq? Cənub-şərq cənub
və şərqin arasında yerləşir. Cənub 180 dərəcədir qeyd edilmişik. Şərq 90 dərəcədir. Bunu da qeyd etmişik. Cənub-şərq deməli hardasa bura gəlir düşür. Biz 180 ilə 90 ortasını tapmalıyıq deməli. Bunu biz necə tapırıq? 180 ilə 90-ı toplayıb bizə verir 270. 270-i də 2-yə bölsək bizə 135 dərəcə verir ki, bir növ biz bunun ədədi ortasını tapdıq. Bu iki ədədin, yəni 90 ilə 185-in. Deməli, cənub-şərq 135 dərəcədir. Digərləri eyni qaydada hesablanır. Cənub-qərb necə hesablanır? 180, 270 toplayırıq, bölürük 2-yə, bizə ədədi orta olaraq 225 verir, 225 dərəcə. 270 ilə 360-ı toplayaq bu dəfə. Çünki niyə 360 deyirik? Çünki buradan bura gəlirik. Yəni artıq bir növ dairə tamamlanır. 270-in də üzərinə 360 gəlsə bizə 315 verir ki, bu artıq cənub, daha doğrusu şimal-qərb istiqamətini bildirir. Şimal-şərq istiqaməti isə neçə olacaq? 0 ilə 90. Çünki artıq biz bu formada gediriksə, başladığımız nöqtə 0, bu formada gedib bitirdikdə isə 360 dərəcədir. 0 ilə 90 arası toplayırıq, bölürük 2-yə, 45 dərəcə verir. Bunu bir də üstündən keçməyəcəm təbii ki. Amma sayılışını siz 45 dərəcə, 135 dərəcə, 225 dərəcə, 315 dərəcə hardan gəldiyini başa düşün ki, məsələ vaxtı çətinlik çəkməsiniz. 11-ci sualda cavabımız A variantı elədir. 12-ci suala baxaq. Turistlər 270 dərəcə azimutla 3 km, sonra şimal istiqamətinə 3 km getdilər. Əvvəlki məntəqəyə ən qısa yolla hansı istiqamət və azimutla qayıtmalıdırlar? Turistlər, yenə gəlin bir şəbəkə çəkək. Turistlər 270 dərəcə azimutla, 270 nədir? Qərb doğru, yəni 3 km, sonra şimal istiqamətində də 3 km getdilər. Onlar hansı nöqtədən başladılar? Bu 0 nöqtəsindən başladılar. Əvvəlki məntəqəyə ən qısa yolu hansı istiqamət və azimutla qayıtmalıdırlar? Cənub, şərq tərəfə getsələr qayıdırlar. Biz bax nə qeyd etmişdik? Cənub, şərq, cənubla şərqin arasında yerləşir. 180 ilə 90 arasında yerləşir. Onların ədədi ortasını tapsaq 135 dərəcə verir. Deməli, cənub, şərq 135 dərəcə. C variantı. 13-cü suala baxaq. Turistlər düşərgədən çıxaraq əvvəl qərb istiqamətinə 5 km, sonra isə 180 dərəcə azimutla da 5 km hərəkət etdilər. Onlar düşərgəyə ən qısa yolla hansı istiqamət azimutla qayıtmalıdırlar? Bu da bir öncəki suallara bənzəyir. Turistlər düşərgədən çıxaraq əvvəl qərb istiqamətinə 5 km getdilər. Bu nöqtədən başlayırıq. Sonra da 180 dərəcəli azimutla 5 km hərəkət etdilər. 180 dərəcə nə idi? Cənub istiqaməti idi. 5 kilometrdə belə getdilər. Onlar düşərgəyə ən qısa yolla hansı istiqamət azimutla qayıtmalıdırlar? Yəni başladığı nöqtəyə necə qayıda bilərlər? Cənub-şərq şimal-şərq istiqamətinə qayıtmalıdırlar. Onlar çatdığı nöqtə bizim başlanğıc nöqtəmizə nəzərən cənub-qərb istiqamətində yerləşir. Yəni burada. Lakin ilk getdiyimiz nöqtəyə çatmaq üçün biz şimal-şərq istiqamətində doğru getməliyik. Yəni bu formada. Şimal-şərq neçədir? Bayaq qeyd etmişdik. 0 ilə 90 toplayırıq, bölürük 2-yə, 45 dərəcə. Cavabımız elədir E variantı. Gəlin 14-cü suala baxaq indi. A məntəqəsinin B-dən 1,5 dəfə çox hündürlüyə malik olduğu sxemi tapın. Nəzərə alın ki, kəsmə yüksəkliyi 5 metrdir. 14-cü sual bir öncəki, hətta birinci suala bənzəyir. Yəni arada əldə böyük bir fərq yoxdur. Siz qısaca üzərindən keçək. Berg ştrixlərin istiqamətini bilirsiniz. A-da, B-də, D-də təpə təsvir olunub. Bunu baxan kimi bilirsiniz. Çünki çölə doğru berg ştrixlər, lakin C və E isə berg ştrixlər içəri doğru çəkildiyindən onlar çökəklik hesab olunur. A məntəqəsinin B-dən 1,5 dəfə çox hündürlüyə malik olduğu sxem lazımdır bizə və biz kəsmə yüksəkliyi bilirik. Bizə deməli A məntəqəsi B-dən 1,5 dəfə çox hündürlüyə malik olduğu deyirsə, A deməli B-dən daha hündürdə yerləşir. Buna görə A variantı getdi. B variantı getdi və D variantı da getdi. A variantında, E variantında, daha doğrusu C variantında, E variantında A nöqtəsi daha hündürdə yerləşir. Buna görə gəlin indi kəsmə yüksəkliyi azala-azala yeyib çıxaq. Görək B neçəyə düşür. Ümumiyyətlə onu da bilirik ki, A məntəqəsi 45-dir. 45 hansı ədəddən 1,5 dəfə çoxdur. Yəni gəlin 45-i 1,5-ə bölək, bizə verir 30. Deməli B 30 olmalıdır. B 30 olmalıdır. 30 metr. İndi gəlin aşağı düşək 5-5 görək hansında
30-a təsadüf eləyir. Düşdü bir 45-dən düşdü, elədi 40. 40-dan 1 də düşdü, elədi 35. 35-dən 1 də düşdü, elədi 30. Deməli, bəli, B nöqtəsi mütləq hündürlüyü 30 metrdir. Deməli, biz artıq cavabımızı tapmışıq. C variantı. Y variantında isə 1 düşsək 40, 1 də düşsək 35, B-nə 35 verir ki, bu doğru cavab deyil. Deməli, Y variantı da getdi. Cavabımız elədi C variantı.